Günahsız yerə uşaq istismarı kimi çirkin bir ittihamla təqsirləndirilən biri öz adını təmizə çıxara bilərmi? Filmin adı The Hunt olsa da ovçuluqdan bəhs etmir. Günahsız yerə bu qədər çirkin bir şeylə ittiham olunan bir bağça müəlliminin öz şərəfini və ləyaqətini qorumağa çalışmağını göstərir. Bəs o bunu necə eləyə bilər? Dünən hamının tanıyıb sevdiyi, amma bugün hamının nifrət edib iyrəndiyi bir adam əvvəlki həyatına necə qayıda bilər? Lucas bunu heç nə etməyərək, daha doğrusu gündəlik həyatına davam edərək etməyə çalışır. İnsanları ona inanmağa məcbur etmir. Çünki onun günahsızlığını göstərəcək əllə tutulan konkret bir sübut olmadığı üçün insanların onun sözlərinə inanmayacağını bilir və onun dediyi hər bir söz özünü müdafiə kimi qəbul oluna bilər. Amma o özünün günahsız olduğunu bildiyi üçün gündəlik həyatına davam etməyə qərar verir. Yaşadığı cəmiyyət ondan nifrət etsə də, onu linçləsə də o başqa yerə qaçıb getmir. Çünki bu onun haqqında deyilənləri doğruluyur. İnsanları sözləri ilə yox, hərəkətləri ilə inandırmağa çalışır. Bəs nə vaxtsa insanlar ona inanıb yenidən güvənə biləcəkmi?